Hamınızı salamlayıram. Bugün sizlərlə birlikdə yeni çıxan dim test toplusunun natural ədədlər bölməsindən 26-cı sual tipinə baxacağıq və görək bunu necə həll eləmək lazımdır. Əvvəlcə gəlin misalımızı köçürdək. Bu zaman A, B üzəri xətt, üzərinə gəlin B üzəri xətt, üstəgəl B kiçikdir 84 deyir olarsa, AB hasilinin ala biləcəyi ən böyük qiyməti ilə ən kiçik qiymətinin cəmini tapın. Əvvəla gəlin biz bu ifadəni sadələşdirək. Bilək ki, bu ifadə bizə nəyi verir? Biz natural ədədlərin mərtəbə toplananların cəmi şəklində yazılması qaydasından bilirik ki, AB üzəri xətt 10A üzərinə gəlinsin B deməkdir. Üzərinə gəlinsin BA da elə həmçinin 10B üzərinə gəlinsin A deməkdir. Yəni bu B 10-luq mərtəbəsində olduğuna görə 10B üzərinə gəlinsin A deməkdir. Bu A ilə bu B-ni də oldu. Daha doğrusu bu A-nı yazdık. Bu A ilə bu B-ni də yazdıq. Kiçikdir 84 olacaq. İndi bunu sadələşdirsək 10A buradadır. Bir dənə burada A var 11A. Bu da həmin bu A. Bu elə də 12A. Üzərinə gəlinsin 10B ilə B 11B və burada da 1B var 12B kiçikdir 84. Yəni qısaca desək ki, bununla bunu və bunu bir qruplaşdırdıq. Bunu və bu B-ni isə bir qruplaşdırdıq. Qısaca da belə demək mümkündür. İndi biz burada ortaq vuruq olaraq 12-ni biz ortaq vuruq olaraq çıxara bilərik mötərizə xaricinə. Bu zaman olacaq 12 və mötərizədən bundan A-dan 12-ni çıxsam A qalacaq. B-dən də 12-ni mötərizə xaricinə çıxarsam üzərinə gəlsin B qalacaq. Kiçikdir 84. Və mənim hər tərəfi 12 tənlikdən bilirik ki, hər tərəfi eyni bir natural ədədə vurmaq, toplamaq olar. Ona görə hər tərəfi mən 12-yə bölmə ixtiyarım var. Yəni yaza bilərəm ki, 12 vurulsun A üzərinə gəlinsin B bölünsün 12 kiçikdir 84 bölünsün 12 yaza bilərəm. Bu zaman 12-lərim gedər. A üzərinə gəlinsin B kiçikdir 84 də 12-yə böləndə 7 eləyir. Yəni A plus B cəmim 7-dən kiçik olmalıdır. Mən indi bu şərti ödəmək üçün mən yaza bilərəm ki, A plus B cəmi bizə deməli ödəyəcəyi şərtlər, yəni bu 7-dən kiçik olması üçün yəni cəm 0 olmaz da biz natural ədədlərdən danışırıq axı. Ona görə 0 olmaz. O zaman 1, 2, 3, 5 və 6-nı ala bilər. Sadəcə bunları ala bilər ki, bu şərti ödəsin. 7-ni ala bilməz. Əgər burada bərabərlik işarəsi olsaydı, o zaman yaza bilərdik 7-ni. Lakin o işarə olmadığına görə mən ora yaza bilmirəm 7-ni. 6-dır. Gəlin indi o şərtə baxaq ki, A üzərinə gəlinsin B bir dəfə 1 olmalıdır. A üzərinə gəlinsin B bir dəfə 2 olmalıdır. Üzərinə gəlinsin B bir dəfə 3. A üzərinə gəlinsin B bir dəfə 4. Gəlinsin bir dəfə 5. A üzərinə gəlinsin bir dəfə də 6 olmalıdır. İndi baxaq. Mən elə bir ədədlər seçməliyəm ki, və o ədədləri necə deyək? Necə deyim? O ədədlər yəni cəmi bizə 1 versin. O ədədlərin cəmi bizə 1 versin. Aha. Mən A-ya 0 desəm, B-yə 1 desəm, axı mən 2 rəqəmli ədəddən danışıram. 2 rəqəmli ədəddən danışdığıma görə mən burada 2 cür şərtə baxmalıyam. AB üzəri xəttini nəzərə alıram. Onsuz yəni bu qayda üçün gedirəm. Lakin BA üzəri xəttə baxıram. Əgər mən bunun üçün 0,1 yazsam, 0,1 ilə başlayan 2 rəqəmli ədəd yoxdur. Əgər bunu 1, bunu 0 yazsam, onun adında rəqəm var. Lakin mən bir dəqiqə 1, 0 belə, hə. Yəni B 1 ola bilməz. 0,1 adlı bir rəqəmim olmadığına görə, yəni bu ifadə ola bilməz. Bu ifadə ola bilmədiyinə görə mən burada 1-i çıxıram. A plus B-də isə mən A-ya bir dəfə 1 deyərəm, bir dəfə də B-yə 1 deyərəm. Yenə eyni qayda ilə A-ya 1, B-yə 1 deyərəm. Yəni onsuz da yəni A-ya da 1 desəm, B-yə də 1 desəm o elə 1 eləyər. 1-in 1-ə hasili 1-dir, 1-in 1-ə hasili 1-dir. A plus B 3 cəminə baxsaq, A-ya 1 desəm, B-yə 2 deyərəm. A-ya 2 desəm, B-yə 1 deyərəm. Yəni bunların cəmi 3 verir. Bunun hasili 2 verdi. Bunun da hasili 2 verdi. A ilə B-nin 4 olması üçün A-ya 1 desəm, B-yə 3 deyərəm. A-ya 2 desəm, B-yə 2 deyərəm. A-ya 3 desəm, B-yə 1 deyərəm. Bunların hasilinə baxsaq, yəni biz bunları elə bir şey seçməliyəm ki, bunların cəmi mənə 4, hasili 4 versin.
4'ü tapdıqdan sonra onların hasilinə baxmalıyıq. 1 ilə 3-ün hasili 3 verir, 2 ilə 2-nin hasili 4 verir, 3 ilə 1-in hasili də 3 verir. A ilə B-nin 5 olma ehtimalına baxarıq. Bu zaman A ilə B-nin 5 olması üçün 1 olsa 4 olar, 2 olsa 3 olar, 1, 2, 3 olsa 2 olar, sonra 4 olsa 1 olar. 4 dənə 1, 4'ün 1'ə hasili 4, 2'nin 3'ə hasili 6, 3'ün 2'yə hasili 6, 4'ün 1'ə hasili 4 eləyir. A ilə B-nin 6 olması şərtinə baxıram. Buna 1 desəm, buna 5 deyərəm ki, cəmi mənə 6 versin. Buna 2 desəm, buna 4 deyərəm ki, cəmim 6 versin. Buna 3 desəm, buna da 3 deyərəm. Buna 4 desəm, buna 2 deyərəm. Buna 3 desəm, daha doğrusu üzr sayın, 5 desəm, buna 1 deyərəm ki, cəmi mənə 6'nı versin. İndi burada belə bir əvvəlcə bunların hasilinə baxaq, sonra buradan ortaya bir qeyd çıxır. 5'in 1'ə hasili 5, 2'nin 4'ə hasili 8, 3'ün 3'ə hasili 9, 4'ün 2'yə hasili 8, 5'in 1'ə hasili 5 verir. Buradan belə bir qeyd çıxır ki, biz hansı ədədləri bir-birinə yaxın götürsək, onların hasili böyük olur. Necə? Məsələn, 1'in 2'yə hasili, 2'nin 3'ə hasili, bir dəqiqə, 2'nin 2'yə hasili, 2'nin 3'ə hasilinə baxsaq əgər. 1'in 1'ə, bir dəqiqə 1 götürməyək, başqa bir rəqəm götürsək əgər. 2'nin, bir dəfə 1'ə, 2'nin 2'yə, 2'nin 3'ə. Yəni belə bir şeylər desək. Mən 2'nin, daha doğrusu 2'nin 4'ə hasilindən danışsam biliriz. Bunlara baxmayaq. 2'nin 4'ə hasilindən danışsam, bu eləyər 8. Mən getdikcə artırsam, 3'ün 3'ə hasilindən danışsam, bu eləyər 9. 5'in 1'ə hasilindən danışsam, bu eləyər 5. İndi bir ədəd oxu üzərində göstərək. 2 buradadır, məsələn. 4 də buradadır. Bununla bunun arasında görürəm ki, məsafə uzundur da. 3 göstərirəm, məsələn 3. 3 ilə 3 elə üst-üstə düşdüklərinə görə bu üst-üstə düşür də, yəni. Bir də göstərirəm ki, 1 buradadır, 5 də buradadır. Nə qədər uzaqdır, yəni çox uzaqlarda bunlar bir-birindən. 1 hardadır, 5 hardadır. Belə bir qeyd çıxır ki, əgər bizə şərt verilməyibsə, A ilə B bir-birindən fərqli ədədlərdirsə, biz A ilə B-nin hasilinin ən yaxın qiymətinə baxmalıyıq. Yəni mən A-ya da 3 deyən qiymətdə, B-yə də 3 dediyim qiymətdə bu ən böyük qiymətini alar. İndi buradan da həqiqətən gördüyümüz kimi A-ya da B-yə də 3 deyəndə ən böyük hasili bunun 9 oldu. Yəni indi mən burada deyərəm ki, A plus B bərabərdir 9 olsa, bu onun ən böyük qiymətini alar. Amma buradan gördüyüm kimi A ilə B-yə mən 1 desəm, daha doğrusu A ilə B-nin cəmini 2 desəm, burada da A ilə B-nin cəmini 6 desəm ən böyük qiymət alır. Burada A ilə B-nin cəmini 2 dedikdə, bu onun ən kiçik qiymətini alır. Və bunlara A-ya da 1, B-yə də 1 dediyimə görə, burada isə A-ya da 3, B-yə də 3 dediyimə görə, burada bu ən böyük qiymət alır. İndi bizə deyir ki, bunların deməli AB hasilinin ala biləcəyi ən böyük qiyməti. AB hasilinin ala biləcəyi ən böyük qiymət 9-dur. Sonra ala biləcəyi ən kiçik qiymətin cəmi. Ən kiçik qiymətdəki, hanı itirdim? Ən kiçik qiymətdəki burada 1-dir də. 9 ilə 1-in də cəmi bizə verir 10'u. Cavabımız 10. Bu şəkildə.